Salam hörmətli müəllimlər, bu videoda 30 may 2025-ci ildə keçirilmiş sertifikasiya sınavının nizamına baxacağıq, coğrafiya fənni üzrə. Burada sualları birlikdə cavablandırmağa çalışacağıq, yəni sual-cavab ilə müzakirə eləyərək düzgün cavabları bir yerə tapacağıq. Gəlin başlayaq birinci sualdan. Deməli, birinci sualda yazıb ki, aşağıdakı situasiyalardan hansında interaktiv təlim prinsipi pozulmuşdur? Artıq bu coğrafiya və digər sertifikasiya üçün keçirilmiş sınavlarda interaktiv təlimlə bağlı sual yəni var. İnteraktiv təlim müasir, hal-hazırki təlim deməkdir. Onun tələbinə uyğun deyildir. Deyirsə, deməli, mənfi bir cavab axtarmalıyıq. Ənənəvi təlimə uyğun bir variant axtarmalıyıq. Şagirdlərlə birgə müzakirə edərək problemə müxtəlif yanaşmalar irəli sürürlər. Yəni, birgə çalışmaq, əməkdaşlıq etmək bu interaktiv, yəni müasir təlimdə var. Bu düzdür, amma bizə səhv cavab lazımdır. A-nı çıxırıq o zaman. Müəllim şagirdlərin fikirlərinə əsaslanaraq dərsi planlaşdırır. Yəni, ümumiyyətlə, hal-hazırki təlim müəllim mərkəzidir, yoxsa şagird mərkəzi? Təbii ki, şagird mərkəzidir. Yəni, şagird mərkəzidədir hal-hazırda. Bu da doğrudur. Şagirdlər yalnız müəllimin təqdim etdiyi məlumatları qeydsiz şəkildə sadəcə dinləyirlər, qeyd götürmürlər. Ancaq müəllim təqdim edir də informasiyanı. Yəni, informasiya mənbəyi yalnız müəllimdir. Bu fikir interaktiv təlimə uyğun deyil. Şagird özü də axtara bilər, özü də məlumatları əldə edə bilər. Yəni, həm də müəllimin təqdim etdiyi məlumatlar şagirdlər sadəcə qeyd falan heç nə götürmürlər. Sadəcə qulaq asırlar. Pasiv dinləyici mövqeyindədir. Hal-hazırki təlimdə pasiv dinləyici mövqeyi deyil şagirdə. Şagirdə əksinə aktivdirlər hal-hazırda. Yanlış fikir soruşduqları üçün, yəni hansında dil prinsip pozulub, yəni müasir təlimə aid olmayan fikir soruşurlar. Ona görə düzgün cavabımız oldu C variantı. Digərlərinə baxaq. Təlim prosesində qrup işi və fikir mübadiləsinə geniş yer verilir. Əməkdaşlıq, ünsiyyətə xüsusən yer verilir. Bu da düzdür, götürməyəcəyik. Müəllim öyrənməni təşviq edən suallar vasitəsilə təfəkkürü, yəni şagirdləri elə suallar verirəm ki, şagirdləri təşviq edirəm, sövq edirəm, uşaqların təfəkkürünü inkişaf elətdirirəm. Bu da doğrudur. Deməli, birinci sualda düzgün cavabımız oldu, yanlışı soruşduqları üçün düzgün cavabımız oldu C variantı. Baxırıq ikinci suala. Müəllim bölməni başa vurduqdan sonra bölmə üzrə summativ qiymətləndirmə keçirir. Qiymətləndirmə nəticələrinə əsasən sinifin yarıdan çoxu aşağı nəticə göstərir. Bu vəziyyətdə müəllimdə narahatlıq doğurur. Müəllim narahat olur ki, yəni sinifimin yarısından çoxu aşağı nəticə topladı. Baxın, sinifin yarıdan çoxu aşağı nəticə göstərir və bu müəllimdə narahatlıq doğurur və o dərhal növbəti bölməyə keçir. Bu necə bir narahatlıqdırsa, müəllim o biri bölməyə keçir. Əslində, mən problemi aradan qaldırmamış o biri bölməyə niyə keçmişəm mən? Deyir, müəllimin bu qərarını necə qiymətləndirmək olar? Heç variantlara baxmadan, sizcə bu düzgün bir şeydirmi? Sinifdə şagirdlərin yarıdan çox aşağı qiymət alıb və bu müəllimi narahat elədi, amma təzə bölməyə keçdim. Bu doğrudurmu? Təbii ki, doğru deyil. Yəni, ümid edirəm ki, biz hər birimiz eyni fikirdəyik. İndi gəlin variantlara baxaq. Deyir, bu qərar doğrudur. Heç ardını oxumuruq, avtomatik çıxırıq. Çünki burada inkişaf olmadı axı. Şagirdlər bilmirlər. Aşağı nəticə toplayır. Mən yeni bölməyə niyə keçirəm ki, inkişaf yoxdursa? A səhvdir, çünki bu qərar doğrudur deyir. Hətta ardından da oxusaq yazılır ki, çünki summativ qiymətləndirmənin nəticələrindən sonra dərhal yeni mövzuya keçmə illik planlaşma baxımından uyğundur. Yəni, fərqi yoxdur da. Heç nə başa düşmədilərsə, əsas onu təzə mövzunu keçim. Belə bir şey yoxdur. A-nı silirik. B-yə baxırıq. Nəticələr zəif olsa da, summativ qiymətləndirmə nəticə yalnız rəsmi sərləşmə üçün nəzərdə tutulduğuna görə müəllim qərarında haqlıdır. Elə ora rəqəm bal yazdım və salam qutarlı getdi olmadı, şagirdin inkişaf yoxdur. B-ni də silirik. Müəllimin qərarı yanlışdır. Bəli, əlbəttə ki, yanlışdır. İndi biz özümüz nədir, variantlara baxmadan dedik ki, yanlışdır. Niyə yanlışdır? Çünki mən o bir bölməyə keçmişəm artıq. C-də yazıb ki, müəllimin qərarı yanlışdır. Artıq C variantı bizim dediyimiz fikirlərlə yəni üst-üstə düşür. Çünki summativ qiymətləndirmə nəticələri tədrisin keyfiyyətinə dair əhəmiyyətli məlumat təqdim edir. Və bu nəticələr, yəni zəifdirsə, yəni şərtdə yazıldığı kimi zəif nəticələr əlavə dəstək və korreksiya, yəni bərpa edici, korreksiya edirik. Korreksiya edici tədbirlər tələb edir, bəli. Yəni biz vəziyyəti düzəltməliyik. Əgər şagirdlər yarıdan çox aşağı qiymət toplayıbsa, aşağı nəticə yəni toplayıblarsa, deməli biz vəziyyəti düzəltməliyik, korreksiya eləməliyik, əlavə dəstək verməliyik. Bir də izahatlar nələrsə eləməliyik ki, problemi aradan qaldıraq. Ona görə düzgün cavabımız olduğu C variantı. Digər variantlara da baxaq. Müəllimin yanaşması düzgündür. Avtomatik bunu da silirik. Düzgün deyil. Çünki uşaqlar mövzunu bilməyiblər, bölməni bilməyiblər, keçmişəm təzə mövzuya. Bu düzgün deyil. Müəllimin qərarı haqlıdır. Avtomatik bu da oldu yanlış.
Düzgün cavabımız oldu C variantı. Baxırıq 3-cü suala. Şagirdlər qrup halında dünyanın müxtəlif iqlim qurşaqlarında yaşayan insanların həyat tərzlərini araşdırmalı, həmin iqlimdə yaşamaq üçün uyğunlaşdırılmış ekoloji yaşayış məskəni layihəsini hazırlamalıdır. Daha sonra bu yaşayış məskəni 3D modelləşdirmə alətidir. Biz hal-hazırda hansı fənnin testini işləyirik? Hal-hazırda coğrafiya fənnini işləyirik. Coğrafiya. 3D modelləşdirmə coğrafiya fənnində varmı? Yoxdur. Yəni hansı fəndə ola bilər? Tutaq ki, heç fənnin adını bilmirik. Məsələn, informatika fənnində ola bilər də modelləşdirmə 3D-mi. Heç informatika fənninin adını tapmasam da, ən azı bilirəm ki, coğrafiyada belə bir şey yoxdur. Yəni bu informatika fənnidir. Deməli, burada inteqrasiyanın birini tapdıq ki, bu nədir? Fənlər arası. İndi şərti bir də təhlil edirik. Deməli, 3D modelləşmə aləti ilə interaktiv təqdimat vasitələri təqdim etməli və bu yaşayış formasının iqlim dəyişikliyinə qarşı dayanıqlığını əsaslandırmalıdırlar. Yəni, uzun sözün qısası bundan bağlı bir model hazırlamalıdırlar və s. Burada fənlər arası inteqrasiyadır. Burada indi ola bilər ki, fənn üstü inteqrasiyada götürən müəllimlərimiz də var. Fənn üstü öyrəndiklərimi öz həyatımda tətbiq eləyirəm. Bu fənn üstü olardı. Misal üçün, burada yazılıb ki, baxın 3-cü suala. Şagirdlər qrup halında dünyanın müxtəlif iqlim qurşağında yaşayan insanların həyat tərzlərini araşdırmalıdır və həmin iqlimdə yaşamaq üçün ekoloji yaşayış məskəni layihəsini hazırlamalıdır. Şagird özü gedib, tutaq ki, müəllim bizə bir ay vaxt verib ki, gedin falan iqlimdə yaşayın. Orada baxın, görün insanlar necə yaşayır, necə qidalanır, hansı qidalardan istifadə edirlər, orada iqlim qurşağı necədir. Mən gedirəm bir ay ərzində müxtəlif iqlim qurşaqlarında yaşayıram, eləyirəm, məlumatları toplayıb sonra layihə hazırlasaydım. O zaman düzdür, bu fənn üstü inteqrasiya, fənlər arası olardı, biri coğrafiya, informatika olduğu üçün vergül fənn üstü də götürə bilərdi. Amma sualın şərti onu demir ki, müəllim deyir ki, müxtəlif iqlim qurşaqlarında yaşayan insanların xüsusiyyətlərini araşdırın, hazırlayın məlumatı deyir. Yəni, mən bunu özüm eləsəm, bu fənn üstüdür. Öz həyatımda tətbiq eləsəm, fənn üstüdür. Misal üçün, müəllim bizə deyir ki, müxtəlif bölgələrə gedirsiniz bir həftə ərzində. Azərbaycanın müxtəlif bölgələrinə gedirsiniz, orada iqlim qurşaqlarını araşdırırsınız və bununla bağlı bir model hazırlayırsınız, 3D modeli hazırlayın. Onda deyərdi ki, bu fənn üstüdür. Mən bir həftə boyunca fərqli bölgələrimizə gedirəm, orada iqlim qurşaqlarını araşdırıram və s. Bu zaman fənn üstü inteqrasiya olardı. Amma 3-cü sualda müəllim də təsəvvür eləyin, qrup işi vermişəm sizə. Həm və yaxud da təsəvvürümüzdə, beynimizdə, necə deyim, idrakımızda mən bir işi görürəmsə, yəni idrakımda mən, beynimdə mən bunu eləyirəm. Deməli, bu fənn üstü deyil. Fənn üstü bir növ mən onu özüm tətbiq eləməliyəm. Tətbiq eləsəm fənn üstü olardı. Ümid edirəm ki, başa düşdünüz bu hissəsini. Deməli, fənn üstüləri çıxaq. Fənn üstünə çıxdım. Fənn üstünə çıxdım. İndi ya C variantıdır, ya E variantıdır. Baxın, burada fənn daxili inteqrasiya 2 növ var idi. Şaquli, üfüqi. Şaquli inteqrasiya nə idi? Tutaq ki, müxtəlif siniflərdən söhbət getsəydi, hal-hazırda 10-cu sinifə dərs keçirəm, 9-cu sinifə, bunun əvvəlki ilə də keçirilmiş. Bu situasiyada elə bir şey yoxdur. Və yaxud da üfüqi inteqrasiya müxtəlif coğrafiyanın müxtəlif məzmun xətlərindən söhbət getsəydi. Burada coğrafiya müxtəlif məzmun xətlərindən də söhbət getməlidir. Ona görə yenidə çıxırıq. Sualın cavabı avtomatik nə oldu? Fənlər arası inteqrasiya. Daha sonra baxırıq 4-cü suala. İqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri mövzusunda verilmiş 2 mütəxəssis fikrini oxuyun. 2 mütəxəssisin fikrini oxuyuruq. Hər iki mütəxəssisin fikirlərini və onları dəstəkləyən arqumentləri ümumiləşdirin. Sizcə, hansı mütəxəssis daha əsaslı, daha inandırıcı? Bundan öncəki sınaqda da demişdik. Ən mühüm, daha mühüm, ən vacib, daha əsaslı, daha mühüm olan tapmaq hansı mərhələdə idi taksonomiyanın? Bəli, xüsusiyyətləri vurğulayıram ki, cavabı özünüz tapasınız. Bəli, təhlil mərhələsi. Təhlil. Cümlənin ardını oxuyuruq. Daha əsaslı və inandırıcı arqumentlərdən istifadə edib. Mütəxəssisin fikirləri hansı coğrafi məlumatlar və sübutlara əsaslanıb. Baxın, bu təhlil etməkdir. Bir də siz məlumatları oxumalısınız və fikrinizi arqumentlərlə dəstəkləməlisiniz. Fikirlərinizi arqumentlərlə əsaslandırmalısınız. Sübut etməyə, arqumentləri gətirmək, mövqeyimizi əsaslandırmaq hansı mərhələdə idi? Daha doğrusu hansı təfəkkürdə idi? Bəli, tənqidi təfəkkür. Düzgün cavabımız təhlil mərhələsi, tənqidi təfəkkür. Düzgün cavab oldu C variantı. Həmçinin də baxın, ikinci cümləyə fikir versək yazılıb ki,
Hər iki mütəxəssis fikirlərini və onları dəstəkleyen arqumentləri ümumiləşdirin. Hansı mütəxəssis fikir daha əsaslı, yəni əsaslını əsassızdan və s. ayıramsa, bu da tənqidi təfəkkürə aiddir. Düzgün cavabımız oldu C variantı. Baxırıq 5-ci suala. Siz müəllim olaraq dərsdə fəal iştirak etməyən və sinif yoldaşları ilə ünsiyyətdən yayınan bir şagird müşahidə edirsiniz. Bu şagird son zamanlar tapşırıqlar da yerinə yetirmir. Sakit və qapalı davranışları sinifdə diqqətdən yayınsa da, siz bu vəziyyətin davamlılığını, onun inkişafına mənfi təsir edə biləcəyini düşünürsünüz. Bu vəziyyətin necə davranmaq olar, yəni necə davransan vəziyyət düzələr, daha effektiv olar. İndi gəlin vəziyyəti düzəldək. 5-ci sualın şərtində olan vəziyyəti düzəltməyə çalışaq. Şagirdə ciddi xəbərdarlıq edərək, tapşırıqları yerinə yetirmədiyi üçün qiymətləndirmə təsir edəcəyini bildirirsiniz. Uşaq onsuz da dərsdə fəal iştirak etmir, ünsiyyətdən yayınır, yəni uşaq depressiyadadır. A variantında uşağa hədə qorxu gəlir. Hədə qorxu gəlmək effektiv yoldurmu? Təbii ki, xeyr. A-na çıxırıq. B-yə baxırıq. Problemi məktəb rəhbərliyinə və psixoloqa yönəldirsiniz. Çünki bu vəziyyət sizin səlahiyyətinizdən kənardadır. Təbii ki, elə bir şey yoxdur. Şagirdin təhlükəsizliyini təmin etmək, şagirdə kömək, dəstək etmək bizim borcumuzdur. Əgər vəziyyəti düzəldə bilməsək, psixoloqdan kömək ala bilərik də. Amma da vəziyyəti görürəm, deyirəm ki, bu mənlik bir proses deyil. Mən gedirəm direktora və psixoloqa deyirəm, bu yanlış yanaşmadır. Yəni bu effektiv həll yolu deyil. Daha sonra C-yə baxırıq. Digər şagirdlərə nümunə göstərək, onun passivliyini diqqətə çəkirsiniz və ona fəallıq göstərməsini tövsiyə edirsiniz. Yəni, digər şagirdlərə nümunə göstərir, onun passivliyini diqqət görürsünüz. Misal üçün, digər şagirdlər həmin şagirdi nümunə gətirən, əksinə uşaq daha da pis olacaq. Ki, bütün sinifə həmin şagirdi nümunə görürsünüz. Misal üçün, Aygün dərsi oxumur, passivdir, ünsiyyətdir, qurumur şagirdlərlə. Bu düzgün deyil. Yəni, vəziyyət ağırlaşacaq daha da. Bizə lazımdır ki, effektiv bir yol tapaq. Şagirdlə fərdi söhbət aparmalıyıq, davranışların səbəblərini anlamağa çalışmalıyıq, dəstəyə ehtiyac olub-olmadığını müəyyənləşdirməliyik. Təbii ki, belə bir vəziyyət olanda kütlənin içində şagirdi utandırmaqdansa, şagirdlə fərdi söhbət aparıram, görüm problem nədir, bəlkə nəyisə köməyə ehtiyacı var, bəlkə məndən nəsə soruşacaq və yaxud da ola bilər mən özüm psixoloqla əməkdaşlıq etməyi, köməklər alaram ondan, şagirdlərimlə həmin şagirdlə daha doğrusu bölüşərəm. Ona görə düzgün cavabımız oldu D variantı. Sonuncu varianta da baxaq. Sinifdə iştirakını artırmaq üçün əlavə ev tapşırıqları verərək məsuliyyət hissini artırmağa çalışırıq. Sualın şərtində yazılıb ki, şagird dərsdə fəal iştirak eləmir, tapşırığı yazmır, tapşırıqları yerinə yetirmir onsuz da. Bu uşağa niyə ev tapşırığı verirəm ki, ev tapşırığının sayını artırsam vəziyyət düzəlmir axı. Ona görə Y variantından çıxırıq. Düzgün cavabımız oldu 5-ci suala D variantı. Baxırıq 6-cı suala. Müəllim, iqlim dəyişmələri və insan fəaliyyəti mövzusunun tədrisi zamanı müşahidə edir ki, şagirdlər iqlim dəyişmələrinin səbəb və nəticəsini, həmçinin insan fəaliyyətinin bu prosesi təsirini bir-birindən ayırmaqda çətinlik çəkirlər. Deməli, səbəb nəticəsini, həmçinin insan fəaliyyətinin bu prosesi təsirini bir-birindən ayırmaqda çətinlik çəkirlər. Ümumiyyətlə, sualı sürətli oxuyub varianta keçmək lazım deyil. Sualın tam şərtini başa düşək ki, ümumiyyətlə, sualın şərtini nədən danışırlar? O zaman variantlardan düzgün cavab tapmaq çox rahat olur. Daha sonra da, deməli, uşaqlar bir-birinə ayırmaqda çətinlik çəkir. Mövzunu daha yaxşı mənimsəmələri üçün müəllim dərs planında dəyişiklik edərək, şagirdlərin fəal iştirakına əsaslanan yanaşma tətbiq edir. Yəni, mən vəziyyəti başqa cürə dəyişirəm. Yəni, indi variantlarda elə bir şey axtarmalısınız ki, şagirdlərin fəal iştirakına əsaslanmalıdır. Deməli, aşağıdakı yanaşmalardan hansının tətbiq etməklədir? Şagirdlərin interaktiv müasir, hal-hazırki təlim deməkdir. İnteraktiv yanaşmasını və mövzunun mahiyyətini öyrənməsini ən yaxşı şəkildə. Siz varianta baxan kimi demirsiniz də A düzdür, B-dir. Siz vəziyyəti ən yaxşı şəkildə necə təmin edə bilərəm? Gəlin variantlara baxaq. Müəllim hər bir şagirdə iqlim dəyişmələrinin bir səbəbini və bir nəticəsini tapşırır və onların bu iki anlayışı fərqləndirib sinif qarşısına təqdim etmələrini istəyir. Yəni,
Bir dənə səbəb tapın, gəlin onu təqdim edin. İndi sizcə bu, yəni bu sadəcə necə deyim, öyrəndiyi məlumatları təqdimat etməklə ibarət oldu. Sizcə burada şagird fəallığını artırdımı? Baxın, altına xətt çəkmişik. Şagirdlərin fəal iştirakına əsaslanan, həmçinin səbəb nəticəsi və s. Yəni burada belə bir şey yoxdur. Burada ümumiyyətlə fəallıq olmadı. A-nı çıxıram. B-yə baxırıq. Müəllim şagirdlərə iqlim siyasəti və ətraf mühitə təsir bağlı real statistik məlumatlar təqdim edir. Şagirdlər bu məlumatlar arasında əlaqə qurmalı və təqdimatlar hazırlamalı. Bəli, baxın, burada ikinci sualın şərtinə fikir versə yazıb ki, bunları bir-birinə ayırmaqda çətinlik çəkirlər. Müəllim onlara müəyyən statistik məlumatlar təqdim edir. İndi şagirdlər onlar arasında əlaqə qurub, daha sonra təqdimat hazırlayacaqlar. Yəni bir, nə bilim, layihə hazırlayır, təqdimat hazırlayır. Bu şagird aktivliyini artırır. Yəni bu müsbət fikirdir. Gəlin digər variantlara da baxaq. Mən ümumiyyətlə imtahanda variantı görən kimi tez götürməyin, digər bəndləri də təhlil edin, daha sonra variantı götürün. Digər varianta baxırıq. Deyir, müəllim şagirdlərə iqlim dəyişmələri ilə bağlı bir sənədli. Uşaqlar, bu filmə baxın. Aha, film izlətdim. Daha sonra onlardan filmdəki faktları xronoloji ardıcılığı sadalamağı. Uşaqlar deyir, birinci bu hadisə oldu, sonra o biri hadisə oldu, sonra o biri hadisə oldu. Şagirdlər pasiv şəkildə filmi izlədi və bir növ əzbərçilik, xatırlamaq mərhələsini işə salıb xronoloji ardıcılıqla dedi. Burada şagird aktiv yox, əksinə pasiv oldu şagird. Əzbərçilik tələb edən bir tapşırıqdır bu. C-lə çıxırıq. Müəllim, onsa variant hələ ki B-dir, yəni B müsbət fikirdir. Yəni şagird fəallığını artıran bir fikirdir B variantı. Müəllim dərslikdən parçanı oxuyur, müəyyən bir hissəni oxuyuram. Sonra fərdi iş vərəqləri paylayaraq hər şagirdin qısa test cavablar yazmalarını istəyir. Uşaqlar qısa A, B, C, D qısa cavablar yazdılar. Yəni bu şagird aktivliyini artırmadı. Bunu da çıxırıq. Hər kəs özü tək-tək işləsin. Bu da şagird fəallığını artırmayacaq. Müəllim fərqli regionlara dair hava şəraitinin qrafiklərini verir və şagirdlərin bu regionlarda iqlim dəyişikliyi olub-olmamağı qrafikə əsaslanaraq müəyyən etmələrini. Yəni müəyyən bir qrafik vermişəm uşaqlara ki, bu qrafikə baxın, görün burada iqlim necə dəyişir. Bu bir növ şagirdlərin fəal iştirakını təmin eləyəcək və fikirlərini əsaslandırmağa sövq eləyəcək bir tapşırıq deyil. Ona görə yerində çıxıram. Cavab avtomatik oldu nə? A variantı. Şagirdlər həm əlaqəni qurmalıdır, həm təqdimat hazırlamalıdır, statistik məlumatlar araşdırırlar və s. Daha çox şagird fəallığını artıran variant hansı oldu? Təbii ki, B variantı. Yəni fikir verilsə, bütün variantları oxuyanda yəni doğru cavabı daha aydın şəkildə görmək olur. Daha sonra 7-ci suala baxırıq. Şagird səhralaşma və torpaq degradasiyası mövzusunda qısa məlumat mətnini oxuyur. Mənbədə səhralaşmanın səbəbləri, təsiri və qarşısına alınma yolları göstərilir. İndi oxuduğum mənbədə bunlar yazılıb hamısı. Mətnə əsaslanaraq səhralaşma probleminin əsas səbəblərini və vurduğu zərərləri müəyyən edin. Mətnə əsasən fikirlərinizin əsaslandırılması üçün ən azı 2 arqument göstərməlisiniz. Ən azı 2 arqument gətirməliyəm. Baxın, indi sualın şərtinə fikir versə yazıb ki, bu səhralaşma, bunun əsas səbəbləri hansılardır? Əsas səbəblərini araşdırmalıyam da, yəni mən məlumatları oxumalıyam, araşdırmalıyam. Yəni bir sıra səbəblər var da, torpaqlaşmanın və yaxud da səhralaşmasının. Siz əsas səbəbləri axtarırsınız. Yəni bu vəziyyəti nə etməlisiniz? Təhlil eləməlisiniz. Yəni bir sözlə, hətta burada yazmış təfəkkürün, yəni hansı düşünmə forması və yaxud da düşünmə, təfəkkürün növü bir növ sinonim sözlərdir. Düşüncə və yaxud da təfəkkür. Analitik təfəkkür, baxın burada, analitik analiz etmək deməkdir, təhlil etmək deməkdir. Təhlil elə analiz deməkdir, analiz etmək, təhlil etmək deməkdir elə. Ona görə düzgün cavabımız oldu Y variantı. Hətta, baxın, əsas səbəblərini tapmağım üçün gərək mən bu vəziyyəti təhlil edeyim. Gəlin variantlarla hərəkət edək. Görək təhlillə başlayan neçə variantımız var. Nə gözəl, heç bir variantımız yoxdur. Yəni belə də tapa bilərsiniz. Yəni olsa belə yenə də variantları silib də hərəkət eləyə bilərik. Burada tənqid təfəkkürlü bir şey olmadı. Abstrakt mücərrəd qeyri-adi heç nə yoxdur burada. Tətbiq heç nə tətbiq eləmədik. Biz məlumatları təhlil elədik. Anlamaq, sistemli düşünmək bu da yoxdur. Avtomatik variantımız oldu Y variantı. Çünki siz onun əsas səbəblərini, vacib olan məqamları tapmağınız üçün təhlil eləməlisiniz. Yanında da analitik təfəkkür. Analitik nə deməkdir? Təhlil etmək, analiz etmək deməkdir. Düzgün cavabımız oldu Y variantı. Daha sonra 8-ci suala baxırıq. Məktəbdə keçiriləcək
Təbiəti Qoruyaq adlı təqdimat layihəsində siz komanda rəhbərsiniz. Komanda yoldaşınız təqdimatda daha çox emosional çağırışlara, musiqi effektlərinə yol verilməsini təklif edir. Siz isə təqdimatın faktlara, statistikaya, real nümunələrə əsaslanmasının daha inandırıcı olduğunu düşünürsünüz. Yəni komanda rəhbərləri, yəni komanda yoldaşım daha doğrusu deyir ki, layihədə mahnılar olsun, emosional çıxışlar olsun. Amma mən təklif edirəm ki, ondansa faktlar olsun, statistika olsun, real nümunələr olsun və bu daha inandırıcı olar, nəinki musiqi və emosional çağırışlar. Komanda üzvünüz təklifində israrlıdır. Deyir, yox, mən musiqi və emosional çağırışlara üstünlük vermək istəyirəm. Belə bir vəziyyətdə əməkdaşlıq və effektiv ünsiyyət bacarığını ən yüksək şəkildə, variantlara baxaq görək. Hansı variant məndə əməkdaşlıq və effektiv bacarığın yüksək şəkildə inkişaf etdiyini göstərən bir nümunədir. Gəlin variantlara baxaq. Onun təklifini rədd edir və təqdimatı öz fikirlərimizə uyğun hazırlayırıq. Axı mən rəhbərəmsə, komanda üzvün, rəhbərəmsə, bu o demək deyil ki, mən öz fikrimi irəli sürməliyəm, mənim dediyim düzdür. Mən komanda rəhbəriyəmsə, komandanın bir yerdə ortaq məxrəcə gəlməliyik. Mən deyən düzdür, sənin fikrimi qəbul eləmirəm. Da biz niyə komanda ilə işlədik ki onda? Anı silirik. Müzakirə apararaq hər iki yanaşmanı birləşdirməyə çalışaram. Yəni, mən statistikadan, real faktlardan, real nümunələrdən danışırdım. O, emosional çağırış və musiqi effektlərindən danışırdım. Biz çalışarıq ki, dil B variantında hər ikisini birləşdirib, təqdimatın müxtəlif hissələrini fərqli üslublara təklif edərdim. Deyirəm ki, sənin dediyin fikirləri də götürək. Müəyyən məlumatları təqdim edəndən sonra orada məsələn musiqi effektlərinə də yer verərik və s. Yəni vəziyyəti qəşəng mehriban şəkildə əməkdaşlıq danışaraq həll edirəm. Bu düzgün cavabdır. Bu B variantı düzgündür. Gəlin digər variantlara da baxaq. Onun fikri mənimkindən zəif olduğu üçün komandanın digər üzvlərini onun təklifinə qarşı çıxmağa təşviq edirəm. Digər uşaqları deyirəm ki, gəlin, mən beyinlərini doldururam ki, hamı düşün o bir şagirdin üstünə ki, o səhv deyir. Bu düzgün, bu nə oldu? Komanda işi olmadı axı bu. Digər uşaqları o uşağın üstünə salıram ki, gedin deyim ki, sən səhv deyirsən. Bu düzgün yanaşma deyil, ona görə səni də çıxıram. Onunla razılaşıram və təqdimatı onun dediyi kimi hazırlamalıyam. Deyirəm ki, necə istəyirsən hazırla, mən səs-küy istəmirəm, mən qalmaqal istəmirəm. Təbii ki, belə bir şey yoxdur. Biz komanda şəklində işləyiriksə, komanda ilə, qrupla ortaq məxrəcə gəlməliyik. Bəlkə səhv deyir o, elə onun dediyinə razılaşıb getsəm düzgün deyil bu. Məsələni müəllimə çatdıraram, düzgün yolu o seçsin və məsuliyyət mənlik olmasa da, niyə komanda şəklində işləyirik, mən niyə komanda rəhbərliyəm ki, məsuliyyət üzərimə götürmürəmsə. Düzgün cavabımız oldu B variantı. 9-a baxırıq. Aşağıdakı fikirlərdən hansı pedaqoji baxımından doğrudur? Doğru fikirləri axtarmalıyıq. Gəlin bir yerdə axtaraq. Müəllim dərsə əvvəlcə hazırladığı açıq suallar verərək şagirdlərdə təlim zamanı yeni sualların yaranmasına səbəb olur. Bu da dərsdə öyrənmə elmi də açıq suallar verəndə şagirdləri bir növ təfəkkürünü inkişaf etdirir, şagirdləri düşünməyə sövq edir. Bir var qapalı sual verim, standart cavabı var da. Amma açıq tipli suallar verəndə, həmçinin sualları əvvəlcədən hazırlayıb gətirib şagirdlərimə təqdim edəndə şagirdlərim düşünürlər, yəni öyrənmə prosesi baş verir. Bu bir müsbət fikirdir, biri götürəcəyik. Hətta imtahanda sürətli variant tapmağın yolu. Birlə başlamayan variantlara çıxın avtomatik. Çıxdı. Daha sonra 2-yə baxırıq. Bütün şagirdlərin eyni tapşırığı, eyni vaxtda və eyni üsulla yerinə yetirilməsi ədalətli və effektiv olur deyir. Ümumiyyətlə, biz həmişə deyirik ki, şagirdlərin qavraması, götürümü, akademik nailiyyətləri, yəni öyrənmə tərzləri eyni deyil də. Mən necə eyni üsulla hamıya eyni tapşırığı, eyni üsul necə verə bilərəm? Axı, bir şagird müxtəlifliyi nəzərə almalıyıq. 2-də nəzərə alınmayıb, 2 səhvdir. 2 olan variantları silirik. Baxın, sürətli variant tapdıq. Ya B-dir, ya D-dir. Yəni, belə sürətli variant tapa bilərik. Daha sonra 3-ə baxırıq. Əgər şagirdin cavabı düzgün olmasa da, onun düşünmə prosesi müəllim tərəfindən nəzərə alınmalı və qiymətlənilir. Ayıb olsun sənə, səhv danışırsan, otur aşağı deməklə olmur da. Şagird əgər sualın cavabını düzgün verməsə belə, onu, yəni, başqa hansı fikirlərim var, başqa hansı fikirlər əlavə etmək istəyərdim və s. belə bir suallar verərək, yəni, onun da fikrini qiymətləndirirəm ki, növbəti dəfə şagird əlini qaldırıb cavab verə bilsin. Yəni, şagirdlərdə risk etmək mədəniyyəti, risk etmək qabiliyyətini aşılayırıq. Sən səhv deyirsən, otur aşağı desəm əgər şagird növbəti dəfə əlini qaldırıb suala cavab verməyəcək.
Yəni onu belə mən yanlış cavab verməsini belə dəstəkləməliyəm. Yəni onun sırf cavab verməyini, özünə cəsarət olub o cavab verməsini belə mən qiymətləndirməliyəm. 3 deyən doğrudur, 3-ü də götürəcəyik. Yalnız test nəticələri ilə şagirdin idraki inkişafını və təfəkkür bacarığını müəyyən etmək mümkündür. Yəqin belə yazmaq istəyir. Müəyyən etmək mümkündür. Yəqin ki, belədir cümlə. Yəni, yalnız test nəticələri ilə şagird, ancaq test verəndə şagirdin təfəkkürü inkişaf edir. Başqa əlavə heç bir şey vermirsiniz testdən əlavə. Təbii ki, bu yanlış fikirdir. Şagirdlərə ancaq test verib təfəkkürü inkişaf eləsin, bu düzgün yanaşma deyil. Müəllim dərsdə məntiqi səhvlərə imkan verirsə və bu səhvləri birlikdə müzakirə edirsə, şagirdlər daha dərindən, yəni elə səhvlər var ki, o məntiqi nəticədə biz nəticə çıxardıq, bu səhvdir və həmin səhvləri bir yerdə müzakirə edir. Sən səhv deyirsən, bir də sən ümumiyyətlə suallara cavab vermə demirəm. Səhvləri bir yerdə siniflə müzakirə edirik və doğru bir qənaətə gəlir. Ona görə 5 də götürə bilərik. Düzgün cavabımız 1, 3, 5, o da B variantındadır. 9-cu suala düzgün cavab olur B variantı. 10-cu suala baxırıq. Siz 8-ci sinifdə iqlim qurşaqları və onların təsiri mövzusunu tədris edirsiniz. Dərs zamanı şagirdlərdən biri soruşur. Müəllim, bəs niyə bəzi ölkələrdə eyni anda həm quraqlıq, həm də daşqınlar baş verir? Bu necə baş verir? Müəllimə sual veriblər şagirdlər. Siz bu sualdan istifadə edərək dərsi daha maraqlı və şagirdlərin düşünməsini, təşviqini sövq edən şəkildə davam etdirirsiniz. Aşağıdakı yanaşmalardan hansı sizin metodik bacarığınızı daha dolğun şəkildə nümayiş etdirir? Gəlin belə bir fikir axtaraq. Qlobal istiləşmə və ekstremal hava şəraiti haqqında qısa təqdimatlar hazırlayıb, izah edərək sualı cavablandırmaq. Mən indi baxın, sualın cavabının şərtinə bizə nə deyirlər? Baxın, siz bu sualın istifadə dərsi daha maraqlı və şagirdlərin düşünməsini sövq edən. Birinci variantda şagird düşünmə daxil. Mən bir qısa təqdimat hazırlayıram və şagirdin verdiyi sualları cavablandırıram. Şagirdi düşündürmə daxil. Mən indi variantda elə bir şey axtarmalıyam ki, şagirdlər maraqlı olsun və şagirdlər düşünməyə sövq etsin. Ona görə biri çıxırıq. Şagirdləri qruplara bölüb, fərqli iqlim zonalarına dair araşdırma etmələrini tapşırmaq və nəticədə hansı bölgələrdə belə bir hallar müşahidə olduğunu təhlil etmək. Yəni, bu şagird düşünməsini aktivləşdirəmi? Bəli. Şagirdləri qruplara bölürəm, komanda şəklində, qrup şəklində uşaqlar araşdırıb məlumatları toplayırlar və şagirdi düşünməsini təşviq elədik, sövq elədik. İkini götürə bilərik. Daha sonra 3-ə baxırıq. Şagirdlərə bu sualı öz cavablarını yazılı şəkildə yazmalı və evə tapşırıq kimi təqdim edir. Uşaqlar, gedin evdə baxın, görün bu məlumatdır. Şagirdlər müəllimə sual veriblər. Müəllim də dərsdə elə bir şey eləməlidir ki, bu şagirdləri düşündürsün, maraqlı etsin. Bu ev tapşırığı kimi versəm, uşaqlar heç də maraqlı olmayacaq evdə gəlib məlumatları işləmək. Ona görə heç işləməyəcəklər belə baxanda. Ona görə 3-ü çıxırıq. Sualları dərhal özünüz cavablandırıb dərsin planlaşdırılmış gedişinə davam edirsiniz. Sual verdim, cavabı verdim, keçin təzə mövzuya. Və sualın şərtdaxlı yazılıb. Deyir, siz bu sualı istifadə edək dərsi daha maraqlı, şagirdlərin düşünməsini təşviq edin, neyə bilərsiniz deyir. Sualı verdi, cavablandırdım və keçdim təzə mövzuya. Bu şagirdi düşündürmədi. Ona görə 4-ə çıxırıq. Daha sonra 5-ə baxırıq. Şagirdlərə real baş vermiş iqlim hadisələrlə bağlı xəbərləri, məsələn, Hindistandan, Afrikadan və s. nümunələri gətirirsiniz, təqdim etməklə müzakirə aparıb, onların da səbəblərini birgə araşdırır. Uşaqlar bu məlumatları bilmirlər də, müəllim deyəndə uşaqlar daha maraqlı olur, daha şagirdlər və baxın, həm maraqlıdır, həmçində səbəblərini birgə araşdırırlar da, yəni şagirdlər araşdırını təbii ki, düşünmüş də olurlar. Ona görə düzgün cavabımız oldu 2-5 və Y variantındadır. Coğrafiya sınavının izahını bitirdik. Ümid edirəm ki, sınaq izahı hər biriniz üçün faydalı oldu.